Hər vaxtınız xeyir olsun yoldaşlar. Vəsaitinin 7-ci sınavına nizamına baxırıq. Başlayaq birinci sualın. Dünənki kənddə də aydın oldu ki, artıq kimsə sənin işinə qarışa bilməyəcək. Cümlənin təhinə aid olan fikir. Təyin işləmiş cümlədə budaq cümlə şəxssizdir. Gəlin öncə başa budaq cümləni tapaq. Dünənki kənddə aydın oldu nə? Sual birinci tərəfdən çıxır. Baş birinci budaq ikincidir. Mübtəda budaq cümləsidir. Baxırıq ki, təyin işlənmiş cümlədirmi? Var. Aydın oldu. Harada? Kənddə. Hansı kənddə? Dünənki kənddə. Sənin işinə qarışa bilməyəcək. Kim? Kimsə. İşinə qarışmaq problemdir deyə bu hamısı bir yerdə cümlənin xəbərində olacaq. Sənin sözü yərək aldı müstəqil tək başına bir cümlə ola bilmir. Amma cümlənin mübtədası var deyə bu müəyyən şəxsli cümlədir. Budaq cümləmiz şəxsi cümlə deyil. Zərflə amonim olan söz işlənmiş cümlədə buradakı artıq daha mənasında ədatdır və artıq zərfi ilə amonim ola bilər. Tamamlıq ismi birləşməklə ifadə olunmuşdur. Xeyr, burada ümumiyyətcə tamamlıq işlənməmişdir. Tabelik bağlayıcı budaq cümlənin tərkibində işlənib. Baş cümlədə mübtəda var. Bizim baş cümləmizdə mübtəda yoxdur. Dünənki kənddə aydın oldu. Nə? Həmin o nə sualına cavab verəcək mübtəda işlənməyib gedir. Tamamlıq işlənməyən cümlədə zərflik və təyin işlənmişdir. Bu doğru bir fikirdir. Cümlədə tamamlıqla təyin yoxdur, amma tamamlıq yoxdur. Zərfliklə təyin mövcuddur. Burada görə bilərik. Mübtəda ilə tamamlıq birinci tərəfdə işlənməmişdir. Budaq cümlə baş cümlədəki əvəzi qəlib izahıdır. Xeyr, bu cümlədə əvəzi qəlib yoxdur. Dünənki kənddə aydın oldu. Həmin o nə sualına cavab verəcək, əvəzi qəlibin yoxdur. Onu sən bərpa edə bilərsən. Dünənki kənddə bu aydın oldu şəklində. 2. Xoşbəxtliyin bəhrəsini uzun insan ömründə yox, xalqa məhəbbətdə axtarın. Burada gördüyün yox, ikinci tərəfdə gələn axtarının inkarında işlətməyinlə sualın məntiqini tutmağına kömək edəcək. Demək, axtarmayın. Əgər burada gördüyünü inkar vəziyyətinə gəlib birinci tərəfdə işlədə bilirsənsə, demək ki, yox burada müstəqil xəbərdir. Xoşbəxtliyin bəhrəsini uzun insan ömründə axtarmayın. Axtarmayın nədə? İnsan ömründə. Ümumi şəxsi cümlədə mürəkkəb deyil. Xəbər ikinci şəxsin cəmindədir. Ümumi şəxsi cümlə ya ikinci şəxsin təkində olar, ya üçüncü şəxsin cəmində olar. Həmcins xəbərli sadə cümlədir. Mübtəda işlənməmişdir. Bəli, həmcins xəbərli sadə cümlədir və mübtədası da yoxdur. Yerlik halda olan isimlər müstəqil olaraq tamamlayan ifadə vasitəsidir. Xeyr. Çünki insan ömrü ikinci növ təyin söz birləşməsidir. İsmi birləşmə olaraq tamamlıq mövqeyindədir. Tərəfləri iki müxtəlif sadə cümlə əsasında qurulan mürəkkəb cümlədir. Xeyr. Hər ikisi eyni şəxsdədir. Xoşbəxtliyin bəhrəsini uzun insan ömründə axtarmayan, xalqa məhəbbətdə axtarın. Kim? Siz. Həmcins xəbərlərim var. Fərqləndirilənsə xəbərin ifadə vasitəsidir. Xeyr. Çünki burada tamamlıq və xəbər var. 3. Hansı mənsubiyə şərh keçir ismin əvvəlində tələb etdiyi yəlik hallı sözün konkret olaraq hansı ism əvəz etdiyini dəqiq demək olmur. Bu hal, bu vəziyyət bizə adətən harda qarşımıza çıxmış olur? Birinci və ikinci şəxsin təki və cəmində olan sözlərdə. Çünki biz bunların əvvəlində bərpa edəcəyimiz söz yəlik halda olan əvəzli olur və həmin o yəlik hallı əvəzliyin də konkret olaraq hansı ism əvəz etdiyini dəqiq demək olmur. Məsəl üçün, mənim kitabım deyəndə mənim sözünün konkret olaraq əvəz etdiyi ismi görə bilmirik. Üçüncü şəxsin təkində olanda yenə də nəsə bir adam adı qoya bilirsən də, məsəl üçün onun kitabı, Anarın kitabı deyə bilirsən, hardasa düşünə bilirsən. Amma birinci, ikinci şəxs də konkret olaraq hansı şəxsləri, hansı nümunəni əvəz etdiyini dəqiq deyə bilmirik. İndi bizdən isim istədiyinə görə çox rahat şəkildə bunları çıxardırıq. Dedik ki, bu şərt birinci, ikinci şəxsin təki və cəmi ilə bağlıdır. Həmin o üçüncü şəxsdə olanları çıxarsan, sualın cavabı qalır. Feli birləşməli ifadə olunan tamamlıq hansı variantda işlənmişdir? Qəza oldu. Nə zaman? Mətni oxuyanları bura gətirəndə hamısı bir yerdə fe'li bağlama tərkibidir. Yəlik hal mənsubə şəkilçi məslərlə əlaqələnir. Bu üçüncü növ təyin söz birləşməsidir. Xoşlayırdı kimi şagirdləri. Burada tamamlıq isimlə ifadə olunmuşdur. Ona çatdıraq nəyi? Anasının dediklərini. Dık plus mənsubiyyət və yəlik hal əlaqələnir. Fe'li birləşmə yaranır. Kitabın səhifələri tamamlıqdır və ismi birləşmədir. Hansı fikir doğrudur? Zərflik cümlədə ismi xəbərə aid olmur. Zərflik ismi xəbərə aid ola bilər. Məsəl üçün, biz deyək ki, xeyli yorğunuq. Burada xeyli zərflikdir və ismi xəbərə aid oldu. Mübtəda təyin xəbər sintaktik əlaqədə olmur. Niyə ki? Xəbər mübtədəyə tabi olur, təyin də xəbərə tabi ola bilir. Zərflik sintaktik əlaqədə həm əsas həm asal tərəf olur. Bəli. Zərflik təyini özünə tabidir, özü də xəbərə tabi olur. Məsəl üçün, yeni evə köçdük tipli cümlələrdə görə bilərsən. Sait səslərinin sayı ilə hecaların sayı fərqlənə bilməz. Sait səslərin sayı deyil. Diqqətli olmaq lazımdır burada. Məsəl üçün, çox bəsit şəkildə saat sözünü yazırsan. Saat sözündə bir dənə sait səs var. Amma sözün iki dənə hecası var.
Uzlaşma əlaqəsində əsas tərəf olan üzv cümlədə ən zəruri üzdür. Uzlaşmanın əsas tərəfi mübtədadır. Mübtəda ən zəruri üzv deyil. Ən zəruri üzv olan xəbərdir. Xəbərdə asıl tərəfdir. Həyatın ilk vidalaşmağını dünən etmişdi. Demək, etmişdi, yəni yerinə yetirmişdi mənasındadır. Müstəqil feildir. Nə zaman? Dünən. Nəyi? Həyatının ilk vidalaşmağını. Xəbər sadə feillə ifadə olunub. Cümlədə təyin yoxdur. Cümlədəki tamamlıq feili birləşməni yox, ismi birləşməni ifadə olunmuşdur. Çünki yəlik hallı söz və mənsubiyyət şəkilçi məslərin əlaqələnməsi var. Yəlik hallı söz ixtisarı tamamlı ifadə vasitəsi dəyişər, əlbəttə, artıq olacaqdır məslər tərkibi. Zaman zərfi xəbərin tərkib hissəsidir, xeyr, tərkib hissəsi deyil. 7. Aşağıdakı cümlələrə əsasən ortaq fikirləri müəyyənləşdirmək lazımdır. Taxta qapını aralayıb yavaşca içəri keçdik. Bax, nə etdik? Keçdik. Haraya? İçəriyə. Necə, nə tərzdə? Yavaşca və yenə necə, nə tərzdə? Taxta qapını aralayaraq. Taxta sözü burada təyin edicidir. İsmin sifətləşməsidir, amma təyin deyil. Çünki feili birləşmənin tərkibindədir. Köhnəlmiş tüfəngini götürüb kəndin aşağı tərəfindəki meşəyə getdi. Getdi. Haraya? Meşəyə. Hansı meşəyə? Kəndin aşağı tərəfindəki. Necə, nə tərzdə? Köhnəlmiş tüfəngini götürüb. Burada da köhnəlmiş sözü feili sifətdir. Təyinici mövqedədir, amma təyin deyil. Çünki hamısı bir yerdə feili birləşmə nas tərəfində işlənir. Köməkçi hissəsi işlənmişdir. Birinci verilən nümunədəki yavaşçadakı ca ədatdır. İkinci verilən nümunədə isə köməkçi hissəmiz yoxdur. Ona görə bir atdıq kənara. Daha sonra təyin işlənmiş cümlədə mübtəda işlənməyib deyir. Bu yanlış bir fikirdir. Çünki ortaq kimi götürə bilməkdir biz bunu. Birinci verilən nümunədə təyin işlənməmişdir. Düzdür, ikincidə təyin işlənmişdir, amma birincidə işlənmədiyinə görə biz bunu ortaq cəhət kimi götürə bilmərik. Necə ki, köməkçi hissəsi işlənmişdir. Birində var, digərində yox idi. Eyni vəziyyətdir burada da. Yer zərfi işlənmiş cümlədə təsir yalı söz tamamlayan ifadə vasitəsidir. Təsir yalı söz tamamlayan ifadə vasitəsidir. Bunu heç birini aid edə bilmirsən. Düzdür, hər ikisində təsir yalı olan söz var. Birincidə qapı sözü, ikincidə tüfəng sözü, amma heç biri tamamlıq mövqeyində deyil. Birləşmənin az tərəfindədir. İki müxtəlif ikinci dərəcəli üzv işlənmişdir. Birincidə iki müxtəlif ikinci dərəcəli üzv yoxdur. Hamısı zərflik mövqeyindədir. Feili bağlama tərkib əmələ gətirib asıl tərəfindən yanaşma əlaqəsi işlənmişdir. Bəli, taxta qapı və köhnəlmiş tüfəng doğrudur. Cümlə özləri arasında uzlaşma əlaqəsi yoxdur. Bəli, cümlədə mübtəda işlənmədiyinə görə. Bu sualımızın cavabı olmalıdır. 5 və 6-da verilən fikir. B variantından biri silərək nəzərinizdə saxlaya bilərsiniz. 8. Verilən fikirlərin doğru və ya yanlış olduğunu müəyyənləşdirmək lazımdır. Feilin şəkillərinin qrammatik göstərisi hər zaman ya kökü ya da başdan sormaya atılır, yanlışdır. Ola bilər ki, inkar şəkilsinə sonra da qoşa bilərsiniz. Mübtəda işlənməyən cümlədə təyin subyekti təyin edə bilməz. Təyin subyekti təyin edə bilər. Mübtədanın işlənməyi şərt deyil. Məsəl üçün, yeni müdir tərəfindən sənədlərə baxıldı. Burada yeni sözü müdir tərəfindən, yəni subyekti izah eləmiş olur. Qovaq sözü düyün və alın sözləri. Qovaq vurğuya görə mənası dəyişən söz deyil. Bu başlanğıc formasına görə mənasını dəyişir. Düyünlə alın vurğuya görə mənasını dəyişə bilər. Mübtəda cümlənin ən müstəqil üzvüdür, amma ən zəruri üzv deyil. Çünki ən zəruri üzv bayaq da dedik, xəbərdir. Zərfliyin sintaktik əlaqədə olduğu və olmadığı cümlə üzvlərinin sayı bərabərdir. Bəli. Tamamlıq və mübtəda ilə sintaktik əlaqədə olmur, təyinlə xəbərlə olur. Demək bu doğrudur. İlk üçü yanlış, son ikisi isə doğru fikirlərdir. Müxtəlif cümlələrdə yer alan tamamlıqlar üçün hansı fikirlər həmişə ortaqdır? Quruluşca sadədirsə tərkibində adlı qallı söz yoxdur, bu yanlışdır. Qoşmalı sözlə ifadə oluna bilər. Məsələn, bunları deyək ki, anar üçün almışam. Qoşmalı sözlə ifadə olunur, tərkibində adlı qallı söz var. Yəlik allı sözlə ifadə olunmayıb, bəli. Tamamlıq yəlik allı sözlə ifadə oluna bilməz. Yəlik allı qoşmalı sözlə ifadə oluna bilər, amma tək başına yəlik allı sözlə tamamlıq ifadə olunmur. Ən çox iki fərqli cümlə özü ilə sintaktik əlaqədə ola bilər. Bəli. Təyinlə və xəbərlə sintaktik əlaqə olur. Çünki mübtəda tamamlıq zərflik bir-birinə sintaktik əlaqədə ola bilməz. Zərflə ifadə olunmayıb, yanlışdır. Məsəl üçün, aşağını gördük, haranı gördük. Tamamlıq mövqeyində işlənmiş olur və aşağı da zərfdir. Qeyri-müəyyən təsir yalda olan şəxs əvəzindən ifadə olunmayıb, doğrudur. Şəxs əvəzliyi qeyri-müəyyən təsir yalda işlənərək tamamlıq mövqeyində işlənmir. Cavab olar E. 10. Nümunənin təliminə əsasən klassları tamamlamaq lazımdır. Şəxs əvəzliyi tamamlığın ifadə vasitəsidir. Bax, nə etdim? Gəldim. Nə zaman gəldim? Yağışlar yağanda. Haraya gəldim? Sizə gəldim. Şəxs əvəzliyi biri mübtəda, biri isə zərflik rolundadır. Təkrarlanan sözün sintaktik vəzifəsi var, doğrudur. Gülüm sözü xitabdır. Bunun xitab olması, yəni sintaktik cəhətdən verdiyin ad elə onun sintaktik vəzifəsidir. Cümlə üzvü olmaq məsələsindən sintaktik vəzifə anlayışını qarışdırmayın. Hər iki misra feili xəbərlidir. Yadındadırmı? Burada ismi xəbərdir, feili xəbər deyil.
Fe'li bağlama tərkibi var. Bəli. Yağışlar yağanda. İkinci misal müəyyən şəxsi sadə cümlədir. Bəli. Yadındandırmı o gün, o axşam? Doğrudur. Müəyyən şəxsi sadə cümləmizdir. Cavab olmalıdır 2, 4 və 5-də verilən fikirlər. 11. Sözə baxma ifadəsi ilə bağlı doğru fikirləri müəyyənləşdirmək lazımdır. Demək, sözə baxma ifadəsi deyilənə əməl etmək, riayət etmək mənasını bildirmiş olur və frazeoloji birləşmədir, amonimliyi yoxdur. Sinonimi var, amma antonimi yoxdur deyir. Bir doğruydu bir dəqiqə. Aha, sinonimi olsa da antonimi yoxdur. Antonimi var. Məsələn, qulaq ardına vurmaq. Sözə baxmaq, qulaq ardına vurmaq bir-birinin antonimi yaratmış olur. Tərkibcə dəyişməsə də formaca dəyişmək mümkündür. Bəli. Frazeoloji birləşmənin tərkib hissəsində olan sözlər dəyişmir. Çünki daşlaşıb artıq vahid bir leksik məna əmələ gətirmişlər. Amma formaca dəyişə bilərik. Yəni qramaj şəkli qəbul etdirə bilərik. Deyilənə əməl etmək leksik mənası əməl etməyinə sinonimdir. Əməl etmək ifadəsi bundan sinonim ola bilməz. Çünki bu frazeoloji birləşmə deyil. Əməl etmək frazem olsaydı sözə baxmaq mənasında ola bilərdi sinonim. Antonim olan bu ifadənin mübtədan ifadə vasitəsi kimi çıxış edə bilər? Bəli. Sözə baxmaq, məsəl üçün, sənə çox yaraşır. Bu vəziyyətində işlədə bilərsən. Cavab olaracaq. 12. 8 saata bir vaqonu güclə boşaldırlar. Demək, burada güclə sözü necə nə tərzdə quruluşla düzəltmə olan tərz hərəkət zərfi və zərfliyidir. Saylı ifadə ilə təyin. Nəyi boşaldırlar? Vaqonu. Neçə vaqonu? Bir vaqonu. Miqdar zərfliyi var? Bəli. Bax, boşaldırlar. 8 saata. Burada 8 saat ifadəsi zaman zərfliyi deyil. Nə qədər müddətə mənasını ifadə eləmiş olur və kəmiyyəti, zamanın kəmiyyətini ifadə eləmiş olur. Feildən düzəlmiş feillə ifadə olunan xəbər, sözün kökü boş sifəti. Burada amma fikir versən, boşaltmaq sözü boşal feilindən yaranmış oldu. Miqdar zərfliyi də var. Cədvəldəki bütün doğru məqamları seçmək lazımdır. İstənilən halda eyni kökü sözlərdir. Bəli, solmaqdan solğun, solmaqdan soldurmaq. Bunların hər ikisinin kökü solmaq feilidir. Gələcək və gəlir sözləri sadə söz kimi də düşünə bilərsiniz. Sadə söz kimi düşünsəz, bunlar eyni kökü cərgə yaratmırlar. Alınmaq, alış sözləri. Alış sözü nəyisə alışmaq, öyrəşmək mənasını ifadə edəndə sadə söz olur və eyni kökü cərgə yaratmaya bilər. Çaparaq sözü quruluşla düzəltmə, çapar sözü quruluşla düzəltmə ola bilər. Həmçinin bunlar sadə sözlər də ola bilərlər. Yəni eyni köklü ola da bilər, olmaya da bilər. Yarğan sözü düzəltmədir. Yara sözü düzəltmə olanda eyni kökü cərgə yaranır. Sadə söz olsa eyni kökü cərgə yaranmır. Demək, sənin cavabın olardı. 14. Böyüklük qüvvətli olmaq deyil, qüvvədən yerində istifadə etməkdir. Bax, nə deyir? Qüvvətli olmaq deyil, nə? Böyüklük. Nədir? Qüvvədən yerində istifadə etməkdir. Xəbərlərin ifadə vasitəsi məsələ tərkibidir. Birinci xəbər mürəkkəb feillə ifadə olunur. Qarşılaşma əqrə tabisi mürəkkəb cümlədir. Xeyr, həmcins xəbərli sadə cümlədir. Hər ikisi eyni mübtədəyə tabidir. Burada sadəcə baş üzvlər işlənmişdir. 3 ilə 5 doğrudur, 1, 2, 4 isə yanlış fikirlərdir. 15. Hansı nümunədə kökü feillə amonim olan düzəltmə söz iştirak edilmiş olur? Bəxti cinatına mindirən desən, bir eşqin şamını söndürən desən. Burada elə bir ifadə yoxdur ki, kökü feillə amonim olan düzəltmə söz olsun. Gülündən qopardılan yanı çatlaq bax, fikir versən, burada sözün kökü çat, çatlamaq, çatlaq. Kökü olan çat, çatmaq feili ilə amonimdir. Cavab olar B variantı. C-də verilən nümunədə varmı? Sözün kökü qatmaq elə feildir. D-da və E-də də elə bir məqam, elə bir hal yoxdur. 16. Fərqləndirilən hissələrdə eyni səs tərkibinə malik olanları müəyyənləşdirmək lazımdır. Birincidə samit gəlir, ax şəklində, gəlib, iv olduğu kimi qalır. Ümumiyyətcə, B zaman və feili bağlama şəklinin tərkibində qalanda B-nin P-yə keçmə məsələsi olmur. Maşınlar ambara doğru irəlilədi. N-B birləşməsində N M-yə keçmiş olur. Yox, səhv yazıq. Burada M-B olmuş olacaq. Sənin danışdıqların onun maraq obyekti deyil. Özündən sonra sait gəlir, G-yə keçmiş olur. Astronomiya S-T birləşməsində nəsə dəyişmir. Zambaq, yenə burada fikir versən, M-B şəklində olacaq. Qalib, burada isə ip olur. Sərbəstəm S-T birləşməsindən sonra sait gələndə S-D vəziyyətinə düşmüş olur. T-D-yə keçəcək orada. İndi buradan uyğunlaşdırası olsan sadəcə 3 ilə 6 uyğun gəlmiş. O qalan digərlərində elə bir şey yoxdur. 17. Sxemə əsasən hansı cümlədə sintaktik əlaqədə həm əsas həm də aslı tərəf olan eyni cümlə özünün işləndiyi demək olar. Bunu o zaman deyə bilərsiniz ki, bir cümlə özvü özünə hər hansısa bir üzvü tabi etsin, özü də başqa bir üzvə tabi olsun. İkili üzvlərdə bunu heç bir halda demək olmaz. Tamamlıq da zərflik də xəbərə tabidir. Burada da deyərsən ki, yalnız aslı tərəf olan və yalnız əsas tərəf olan nümunə işlənmişdir. A-da verilən nümunədə zərflik də təyin də xəbərə tabi olur. Amma D-yə fikir ver, xəbər mübtədəyə tabi olur. Olur aslı tərəf.
Təyini özünə tabedir olur. Əsas tərəf. Demək, həməsə səması tərəf olur. Hansı variantda müxtəlif məna növlərində olan əvəzliklər var? Bax, heç kimlə gəldiyini, necə gəldiyini bilmir. Orada heç və kim arasında intonasiya vermək lazımdır. Orada heç kim deyə qeyri-müəyyən əvəzliyin yoxdur. Hər ikisi sual əvəzliyidir. Elə hey müasir dövrün problemlərindən danışır, hər sahədə çatışmazlıq olduğunu qeyd edir. Burada bir dənə hər var. Elə ədatdır. C-də verilən nümunədə elə ki, Sabir vəfat etdi, bütün övladları ev üstündə əlbəyaxı oldular. Elə işarə əvəzliyidir, bütün təyin əvəzliyidir. Cavab olur C. Elə ki, ikisi bir yerdə bağlayıcı söz yaratmış olur. Bağlayıcı sözün birinci komponenti olur nə? Elə işarə əvəzliyi. Eyni olan sənədlərdən həriyə bir ədat vermişdilər. Burada bir dənə əvəzlik var. Eyni olmaq mürəkkəbdir. Hər gün məclisdə öz həyatında baş verən hadisələrdən danışırdı. Burada sadəcə öz əvəzliyi var. Bir cümlədə hərəkətə aid olan mübtəda var, amma subyekt deyil. Aşağıdakılardan hansı səbəb ola bilər? Bu o zaman baş verər ki, cümlənin xəbəri məhsul növdədir. Hərəkətə aid olan mübtəda var, amma subyekt roluna deyilsə cümlənin xəbəri məhsul növdədir. Söz birləşməsinin heç bir dəxli yoxdur. Mübtəda var deyilsə şəxssiz feilin orada nə işi var? Cümlənin xəbəri ismi xəbərdir, olmaya da bilər, feil xəbər də ola bilər. Qayıdış növdə işlənmişdir. Qayıdış növü mübtədası həm obyekt, həm də subyekt olur. Amma məhsul növdə mübtəda subyekt olmur, obyekt olur. Fərqləndirilən hissələrin çıxarılması cümlənin quruluşuna təsir edir. Neçə nümunədə? Hərçənd onlar bu halla barışmaq istəmirlər, amma səslərini çıxarmırlar. Hərçənd var deyə bu tabeli mürəkkəb cümlədir. Hərçəndi çıxardandan sonra olacaqdır həmcins xəbərli sadə cümlə. Yəni, quruluşa təsir etdi. Vəzir yaman əsəbləşdi, onu məzəmmət etdi. Şah burada mübtədadır, çıxarsan cümlə sadə cümlə olur. Rasim tərəfindən ifadəsinin burada işlənməyi neysə dəyişmir. Bunu çıxardanda cümlənin növünə təsir eləmir. 4-də verilən cümlə tabeli mürəkkəb cümlədir və uşaqlar sözünü çıxarsan da yenə ki, bağlayıcı vasitə kimi qalır, quruluş növü dəyişmir. Sədr kəndə doğru getdi, o bəzi sahələrin suvarılmadığını gördü. Onu çıxarsan artıq həmciz xəbərli sadə cümlə yaranır və cavab olur C. Bu qədər.